Salam hörmətli izləyicilər. Bu gün yenə də sizi eşitmə cihazları üzrə mütəxəssis Samir bəyin YouTube kanalında mən Orxan salamlayıram və yeni podkastımızı sizlərə təqdim edəcəyik bu gün. Çox maraqlı mövzular olacaq. Yenə eşitmə cihazları barəsində, eşitmə sahəsi barəsində sizi maraqlandıran mövzularda danışacağıq və sizi maraqlandıran söhbətlər olacaq. Ümidvaram hamımız üçün maraqlı olacaq. Xoş gəlmisiniz Samir bəy, yenə də xoş gördük sizi. Xoş gördük bir daha. Bundan əvvəlki podkastımız da çox uğurlu alındığına görə, yəni baxış sayı daha çox olduğuna görə və verilən sualların da sayının həddindən artıq çox olduğuna görə biz qərara gəldik ki, bu tip verilişlər, podkastlar, yayımlar daha çox olsun. İnşallah bu dəfəki verilişimiz də daha uğurlu alınar. Çalışarıq ki, bugünə qədər, keçənki mövzudan indiyənə qədər yığılan sualların hamısına cavab vermiş olarıq inşallah. Samir bəy, deməli, biz bir mövzuya toxunmaq istəyirik sizlə birlikdə. Eşitmə müayinəsi haqqında istəyirəm danışaq. Eşitmə müayinəsi hansı şəraitdə olmalıdır? Çünki günümüzdə müxtəlif şəraitdə eşitmə müayinələri aparılır. Məsələn, bəzi müayinələrdə audiometrist yaxud audioloq pasientlə birlikdə kabinaya daxil olur. Yaxud bəzilərində pasient daxil olur, amma audiometrist belə deyək də kabinanın qıraqda qalır, kabinanın xaricində qalır. Necə olmalıdır? İdeal eşitmə müayinəsi hansı şəraitdə olmalıdır? Hansı şərtlərə cavab verməlidir? Bunu istəyirəm bilim. Günümüzdə eşitmə mərkəzləri çoxdur, düz deyirsiniz. Və hər bir mərkəzin də özünün fərqli hazırladığı, özlərinin otağı, özlərinin audiometriya kabinası var. Elə mərkəz var ki, mən görmüşəm, akustik alçıpandan düzəldib, hətta sadə alçıpandan düzəldib, yəni bu mənim audiometriya otağımdır, yəni bu müayinə otağıdır. Amma düzgün müayinə olunmaq istəyiriksə, klinik şəraitdə olunmalıdır birinci şəkildə. İkincisi də divarların səs keçiriciliyi çox önəmlidir. Yəni burada hardasa 4-5 qatdan söhbət gedir. Yəni daş yun, yəni onda tüklərin dediyi kimi, yəni 1-2 dənə qat ki, hansı ki o səs akustik o səsi əks sada verərək, yəni səsi qoymur. Həm çöldən gələn səsləri, həm də içəridə olan səsləri bloklayır ki, müayinə nəticəmiz düz alınsın. Bu audiometriya müayinəsidir. O ki qaldı pasiyentin audioloqla bir yerdə kabinada olmağı, yaxud onun içəridə audioloqun isə otaqdan kənarda olmağı, onun bir ciddi bir önəm, əhəmiyyəti yoxdur. Əsas məsələ audiometriya 5 yaşdan yuxarı olunur, onu bilməliyik. Və düzgün audiometriya üçün bəli, standart ISO 9001 sertifikatına uyğun kabinlər olmalıdır. Yəni bu şəkildə bilinsin. Bayaq vurğuladınız ki, 5 yaşına, yəni 5 yaşdan yuxarı, yəni ayırd edə bilsin, bizim suallarımıza cavab verə bilsin, müayinə daha uğurlu alınması üçün. Bəs 5 yaşdan aşağı uşaqlarda necə olacaq testimiz? Bera testi adlanan bir testimiz var. Bera testindən əlavə də yeni doğulan uşaqlara otoakustik emisyon testi olunur. Əgər uşaq vaxtından əvvəl doğulubsa, 8 kilo yarımdan aşağı doğulursa, doğulanda sarılıqla doğulursa və yaxud ana hamiləlik müddətində sarılıq keçirdirsə, uşaq tez doğulandan sonra küvezdə qalırsa, bu artıq bir şübhə faktoruna çevrilir ki, yəni uşaqda eşitmə zəifliyi ola bilər. Ona görə də doğulan andan etibarən 3 gün müddətində elə həmən klinikada o yoxlanılmalıdır. Yox, əgər o şərait olmursa, indi bütün hər yerdə də o şərait yoxdur. Bera testi adlanan bir test var yuxu şəraitində, yəni ya təbii yuxu ya da ki, sedasiyada uşağın yatızdıraraq nəticəni beyindən götürürlər o aparat vasitəsilə, bera testi nəticəsində aparat götürürlər. Orada artıq uşaq danışmasa da, deməsə də beynindən götürülən nəticədən bilirik ki, artıq neçə faiz eşitmə itkisi varsa və qabaqlayıcı tədbirlər nələr görülə bilər. 5 yaşdan sonra niyə biz vurğuluruq? 5 yaşdan sonra uşaq danışa bilir, fikrini izah eləyə bildiyinə görə, yəni uşaq audiometriyası ilə audiometriya müayinəsi olunub bilinə bilər. Yəni oyuncaqla və yaxud eşitdinsə səsi, oyuncağı götür bura qoy və yaxud eşitdinsə əlini qaldır yuxarı, eşitdinsə başını tərpət. Bu kimi suallar verib
5 yaşından yuxarı adekvat uşaqlardan gedir və danışa bilən uşaqlardan gedir. Yəni problemli uşaqdırsa, onlar təbii ki, Bera testini olmalı, amma normal uşaqdırsa, yəni danışa bilən, nitq qabiliyyəti yerində olan uşaqdırsa, uşaq audiometriyasının nəticələr bilinə bilər. Bu mövzuya daxil olmuşkən bir sual yaranır. Deməli, bu koxulyar implant və koxulyar implantdan öncə biz bilirik ki, bir müddət qulaq arxası eşitmə cihazı da taxılmalıdır. Bu proseduru istəyərdim açıqlayasınız izləyicilərimiz. Bu da çox dərin bir mövzudur, amma biraz ətraflı danışmaq lazımdırsa, danışaq bu haqqında da. Əgər Bera testindən sonra bilinirsə ki, aşkar olunursa ki, uşaqda hər iki qulaqda dalğa forması əldə olunmadı, yəni total karlıq, yəni hər iki qulağında eşitmə itkisi 0 və yaxud 95%, 98-97% bir eşitmə itkisi. Bu tip uşaqlar koxulyar implant əməliyyatı olmalıdır. Nədir koxulyar implant əməliyyatı? Beynin arxa tərəfindən bir əməliyyat vasitəsilə koxulyar implant cihazı yerləşdirilir və bir aydan sonra o pusk deyirlər, yəni o aparat artıq işə salınandan sonra həmən uşağın eşitməsini qaldırır, yəni 100-ə demək olar ki, 80-ə, 90-a, 100-ə qaldırır. Bununla da uşaq eşitməyə başlayır. Bu əməliyyat dövlət tərəfindən olunur, sığorta ilə olunan əməliyyatdır. Amma düz deyirsiniz, əməliyyata qədərki dövrdə həkim eşitmə cihazı tövsiyə eləyir. Niyə tövsiyə eləyir? Əməliyyat daha uğurlu keçsin. Əməliyyata qədər ən azından o sinirlərin aktivliyini qoruyub saxlasın ki, əməliyyatımız daha uğurla keçsin və minimum 90 gün müddətində bu uşaq eşitmə cihazından istifadə eləməlidir. Minimum 90 gün. Həm koxulyar əməliyyat olunandan sonra qulağın arxasında daimi bir cihaz qalacağına görə ona öyrəşmə periodudur. Həm səslərə öyrəşmə periodudur. Həm də ki, əməliyyatın daha uğurlu keçməsi üçün olunan prosedurlardan biridir və bəzən də yanlış anlayırlar pasiyentlər. Deyir ki, bəs biz koxulyar implanta qədər bu cihazı taxdıq, ondan sonra nə edəcəyik? Koxulyar implanta qədər cihaz taxılır, sağ qulaq deyək ki, namizəd seçilib artıq koxulyar implant adayıdır. Sağ qulaq koxulyar implant əməliyyatı olunur, 90 gün taxıb eşitmə cihazını çıxarırıq. O cihaz artıq bir işə yaramır, evdə qalmalı. Xeyr, o cihazı keçiririk sol tərəfə. Sağ qulağında əməliyyatın koxulyar implant aparatı, sol qulağında da daimi eşitmə cihazından istifadə etməlidir. Nəzərə alsaq ki, dövlət bir qulağa əməliyyat eləyir, yəni əməliyyat bir qulağa olunur və 90% hallarda sağ qulaq normaldırsa, sağ qulaq olunur, sol qulağa isə yəni eşitmə cihazından yeni istifadə olunur. Yəni sizin alacağınız cihaz həm koxulyar implant əməliyyatına qədərki dövrdə, həm əməliyyatdan sonra da yəni uşağın işinə lazım olacaq. Yəni uşağın qulağına taxılmalıdır. Anladım. Bir də bəzi metodikalar var. Məsələn, bəzi təkliflər olur. Eşitmə mərkəzlərində də biz bunu görmüşük. Cüt cihaz təklifləri. Yəni, bu nə dərəcədə olmalıdır? Hansı hallarda müştəriyə təklif olunmalıdır? Yaxud pasiyent bunu taxmalıdır? Yəni, bir qulağında zəiflik var. Ola bilərmi ki, digər qulağa da cihaz verilməlidir? Onda bir zəiflik yarana bilər, sonradan hansı bir problemlər ortaya çıxa bilər. Ümumiyyətlə, cüt cihaz istifadə qaydaları və hansı mövqedə onu biz təklif edirik, onları istəyərdik bilək. Təbii ki, istisnalar var, amma protokola görə hər iki qulaqda eşitmə zəifliyi varsa, eşitmə cihazı hər iki qulağa taxılmalıdır. Cüt orqan olduğuna görə, necə ki gözdə biz eynək, optik eynək düzəltdirəndə, hazırladanda biz demirik ki, məsəl üçün sağ gözə şüşə kəsini taxaq, sol göz boş qalsın, sola da gəlib taxaram. Yəni, eşitmədə də elədir ki, hər iki qulaqda eşitmə zəifliyi varsa, protokola görə hər iki qulağa taxılmalıdır. Çünki gələn səslərin hardan gəldiyini ayırd eləmək məqsədi ilə nəzərə alsaq ki, aparat hansı qulağa taxılırsa həmən qulağı qoruyur. Taxılmayan qulaq da zəifləməməsi üçün hər ikisini taxılıb ideal nəticə əldə oluna bilər. Amma istisnalar var. Nədir istisnalar? Onları da deyim. Pasiyent yaşlı adamdır.
75, 78, 79, 80, 47, 48-ci il təvəllüd pasientlər yaxınlaşır. Bunları nəzərə alaraqdan şəkər var, təzyiq var, eləsi var, tək yaşayır, eləsi var. Onlarda nisbətən audiometriya müayinəsinə görə yaxşı eşidən qulağa taxırıq. Yəni hamıya da cüt cihaz taxılası bir şey yoxdur. Və bu cür pasientlərin əsas tələbi nə olur eşitmə cihazından? Səs gəlsin, səs getsin. Oğlum, qızım zəng eləyəndə eşidim. Televizora bir balaca xod verəndə nə dediklərini bilim, qapı döyüləndə eşidim, zəng gələndə eşidim. Ona görə də yəni bu tip pasientlərə veririk. Bir də olur ki, məsəl üçün anomaliyalı qulaqlar olur. Doğuşdan qulaq, ümumiyyətlə qulağı yoxdur, bir qulağı yoxdur və yaxud qulağın bir hissəsi var, atreziyalı qulaqdır. Qulaq dəliyi yoxdur, bağlıdır. Yenə avtomatik olaraq bu qulağa yox, o birisi qulağa verilir və yaxud bir qəza nəticəsində 30, 35, 40 yaşında bir qəza keçirib, başın sağ tərəfi yoxsa sol tərəfi, arxa tərəfi güclü qəzadan sonra zədələnibsə, müayinə olunub, məsəl üçün bir qulaq 100% eşidir, o birisi qulaqda 70-80%-li bir eşitmə itkisi. Təəssüflər olsun ki, bu tip eşitmə itkilərində bəzi lor həkimlər deyir ki, nə edirsən eşitmə cihazı taxıb, kontrol elə bir müddət sonra görə başına nə iş gəlir? Yox. Əgər zədələnmə varsa, vaxt itirmədən həmən qulağa taxılmalıdır. Bu bir mənalı şəkildə mən deyim, bilsinlər pasientlər. Çünki aparat qulağa taxılmadığı müddətdə, məsələn, biri 100%, biri 70%-li bir eşitmə itkisidir. 100% də sol qulaq eşidir deyək. Taxılmayan qulaq eşitmə zəifliyi gedə sıfıra çatdıracaq eşitməni. Demirəm 3 aya, 5 aya, 1 ilə total kar olacaq, xeyr. 5 ilə, 6 ilə, 7 ilə 1%, 2%, 1% zəifliyi gedib bu total kar olandan sonra avtomatik güc düşəcək o birisi qulağa. Həkimlər həmişə deyir ki, bu göz kimi deyil, cüt orqan olsa da biri-birindən əlaqəsizdir. Mən də razıyam, əlaqəsizdir. Amma qəbul eləməliyik ki, məntiqlə də gün ərzində bir gözümüzü bağlayıb 10 saat, 12 saat hər ətrafa, hər yerə bir gözlə baxsaq, gözümüzü yormuş olaraq, düzdürmü? Bəli. İstər-istəməz qızartı, narahatçılıq, yorğunluq, baş ağrısı. Bu da elədir. Yəni bir qulaq zəifləyəndən sonra artıq o birisi qulağa güc düşəcək deyənə, o birisi qulaqda yavaş-yavaş zəifliyə gedəcək. Ona görə də vaxt itirmədən qulaq içi, qulaq arxası fərq etməzsizin eşitmə cihazından istifadə olunmalıdır. Müalicəyə cavab vermirsə ki, qəzadan sonra, zərbədən sonra, zədədən sonraki eşitmə zəiflikləri sensornevral tip zəifliklər olur. Ona görə də mütləq aparat. Bir də belə bir suallar olur adətən ki, məsələn, qulaq pərdəsi olmayan şəxslər, qulaq pərdəsi onlarda artıq cırılıb, aradan gedib, bunlar necə etməlidir? Bunlar cihaz istifadə edə bilərlərmi? Bir də biz ümumiyyətlə hansı halda artıq pasiyentə cihazla kömək edə bilmirik? Yəni deyirik ki, artıq bizim əlimizdə heç nə gəlmir. Qulaq dəliyi periforasiya olan və yaxud qulaq dəliyi zədələnən, qulaq pərdəsi cırılan pasiyentlər belə bir mif var ki, səndə qulaq dəliyi cırıldısa, zədələndisə və yaxud səndə eşitmə zəifləyir və yaxud kar olursan, xeyr. Əslində pərdənin eşitməyə dolayısı yolla təsiri olsa da, amma qulaq pərdəsi deşiləndə bizim eşitməmiz itir deyə bir şey yoxdur. Sadəcə olaraq səsi biraz daha dalğalı, daha boğuq, kimisinə görə fərqlənir. O dəliyin qalınlığına görə, incəliyinə görə, o zədənin miqyasına görə dəyişir. Bu tip hallarda yenə eşitmə cihazı verə bilirik. Təbii ki, həkim göndərişindən sonra verə bilirik və istifadə eləyib razı qalan pasiyentlərimiz də var. Düzdür, pərdə özünü bərpa eləyən orqandır. Müəyyən müalicələrdən sonra biz görürük ki, məsələn 2 ay, 3 ay, 5 aylıq həkim göndərdi, bu müalicəni yazdı, sonra kontrol 3 ay, 5 ay, 6 aydan sonra görürük ki, pərdə də bitişib, düzəlibdir. Amma düzəlməyən pasiyentlər də olur. Onlar da
görmüşük praktikadakı yönləndiriblər və eşitmə cihazı ilə təmin eləmişik və normal şəkildə də eşidiblər. Yəni eşitmə cihazı qulaqda olan müddətdə. İkinci sualınız necə idi? Hansı halda biz artıq pasientlərə cihazla kömək edə Bəli, bilərik? bu da çox gözəl sualdır. Ən azından 2-3% eşitməsi varsa, müayinədən sonra görürsə ki, məsələn 95% eşitmə itkisi var, 97%, 98% eşitmə itkisi var. Biz həmən qulağa UP Ultra Power və yaxud Super Power eşitmə cihazları taxıb ən ağır dərəcəli eşitmə itkisinə gedən 91 üstəgəl, yəni 91%-dən yuxarı eşitmə itkilərində verə bilirik və eşitməsini normala qaytara bilirik. Yenə deyirəm, aparat qulaqda olan müddətdə. Amma necə ki, belə deyək də, gözü görməyən insan, yəni sıfır görməsi olan insana eynək təsir eləmədiyi kimi, heç eşitməsi olmayan, yəni total eşitmə karlığı olan adama da eşitmə cihazı heç bir təsir göstərmir, təəssüf ki. Yəni bu belə bilinsin. Amma bu heç eşitmir, bu çox az eşidir və yaxud həkimin qulağında deyəsən eşitmə yoxdur. Bu bir meyar ola bilməz də. Yəni ki, bu sən necə onu ölçmüsən, necə yoxlamısan? Bir dəfə, iki dəfə, əlbəttə ki, qeyri-peşəkar. Bir dəfə, iki dəfə qışqırıb görüb pasiyent eşitmir. Amma halbuki elə deyilən pasiyentlər audiometriya müayinəsindən keçəndən sonra baxırıq ki, 15, 17, 18, 20%-ə yaxın eşitməsi var. İtirdiyi rəqəm böyük olsa da var. Amma bu rəqəm özü də çox gözəl rəqəmdir. Böyük rəqəmdir. Ümid var yəni. Əlbəttə, biz 15%-də eşitmə itkisini 80-90%-ə qaldıra bilirik. Eşitmə cihazlarına. Ona görə də yəni sıfıra yox, amma ən azından 3-5% eşitmə itkisi varsa eşitməni qaldıra bilirik. Yəni burada belə başa düşürük ki, peşəkara müraciət etmək lazım. Əsl belə deyək, eşitmə müayinəsi lazımdır ki, yəni daha yaxşı nəticə alması və dəqiq bilmək üçün ki, vəziyyət necədir. Bir də bu cihazların kanal sayını biz satışda da görürük, reklamlarda da falan görürük ki, məsələn 48 kanallı, sanki çox olmağı cihazın yaxşılığına dəlalət eləyir, nəsə belə bir meyarlar yaranıb artıq. Bu kanal sayı nə qədər önəmlidir? Bu kanal sayı nədən xəbər verir ümumiyyətlə? Bu da çox gözəl mövzudur. İstəyirəm bu mövzunu da çox dərindən izah edeyim ki, bizə baxan pasiyentlər hamısı agah olsun. Bilsinlər ki, həqiqətən kanal sayının önəmi varmı, yoxsa yoxmu? Bəzi mərkəzlər var, bəzi yerlər var, bəzi satıcılar var eşitmə cihazları üzrə. Bunlar deyir ki, kanal sayının heç bir önəmi yoxdur. Mən mövzularımda da demişəm, hətta Instagramda da öz videolarımda danışmışam. Əgər kanal sayı olmasaydı, hər mərkəz, daha doğrusu hər eşitmə cihazı ixalçısı, yəni hazırlayan şirkət iki cür eşitmə cihazı düzəldərdi. Bir qulaq arxası, bir qulaq içi. Deyərdi ki, bu bir cürdür, bir də bir cürdür. Hansına istifadə edin? Xeyr. Bu yanlış bir fikirdir. Kanal sayı olub və olacaq. Biz özümüz də test eləmişik. Kurslarda, keçdiyimiz seminarlarda taxmışıq, baxmışıq, yoxlamışıq. Həqiqətən də kanal sayı artdıqca səsin keyfiyyəti artır. Bir mənalı şəkildə. 8, 12, 16, 24, 32, 48 kanallı eşitmə cihazları var. Oticon bu yaxınlarda Danimarka 64 kanallı eşitmə cihazı çıxardıb, hətta 128-ə qədər deyirlər çıxacağı bilinir. Kanal sayı artdıqca səsin keyfiyyəti artır. 24 kanaldan gələn səslə 48 kanaldan gələn səsin arasında fərq var. Bir var səs 24 dəfə işlənsin, bir var 8 dəfə süzülsün, keçsin qulağa. Bir var 48 dəfə təmizlənib elə ötürülsün qulağa. Yəni 8 kanal, amma bir nüans var burada. Pasiyent deyir ki, elə nə oldu, elə hamı 48 kanal gəlib alarda, hamı gələr 48 kanallı eşitmə cihazı istəyər, o cihazdan götürər taxar. Qiymət fərqi var, bu bir. İkincisi də ki, hamı axı, Star dilindən belə başa salım, Loru dilindən izah eləyəcəm. Hamı gəlib iPhone 17 Pro Max götürmür axı. Günümüzün özündə də indi 14 alan da var, 15 alan da var, 16 alan da, 17 alan da var. Yəni, heç cihaz istifadə eləməmisinizsə, 8 kanallı cihazda alsaz, 16 kanallı cihazda alsaz, 24 kanallı cihazda alsaz, o səsin keyfiyyətini o qədər də hiss eləyə bilməyəcəksiniz. Siz gələk 8 kanallı cihazın, 8 deməyək də, başlayaq məsəl üçün 12 kanallı cihazdan. 12 kanallı cihazdan bir 3-4 il istifadə eləsəz,
16-nı taxanda, 12 ilə 16 arasında fərqi görəcəksiniz. Və yaxud 4 il, 5 il pasiyent 24 kanallı cihaz istifadə edir. Təbii ki, iPhone 14 istifadə edən bir istifadəçi iPhone 3 ildən sonra gedib 14 almır da təkrardan. Bir üst versiyasını alır da, 15 alır, 16 alır və yaxud 17 alır. Burada da 24 kanallı istifadə edir. 4-5 ildən sonra 32 kanallığa keçsə, onun fərqini görəcək. Təkmilləşmiş funksiyalar, səsin hardan gəldiyini bildirən, idarə etmə, 360 dərəcə eşitmə, səsin işlənib ötürülməsi, 3-4 nəfər danışanda hərənin səsin ayrıca gəlməsi və yaxud restoran mühitində, səs-küylü bir mühitdə ətraf səsləri bloklamaq, sənə lazım olmayan səsləri heç qulağa ötürməmək, bu kimi özəlliklər kanal sayı artdıqca artır. Təbii ki, kimin imkanı varsa, başlanğıc olaraq mən demirəm ki, elə hamı gəlsin 8 kanallıdan başlasın və yaxud hamı gəlsin. İmkan varsa lap gözəl. Məsəl üçün uşaq pasientlər yaxınlaşır, valideynlərə mən deyirəm ki, birbaşa 48 kanal. Niyə? Çünki bu uşaq 5 yaşında, 4 yaşında, 6 yaşında uşaqdır. Aktiv həyat sürüdür yəni. Aktiv həyat tərzindədir və buna səsin hərəsinin ayrıca dartıb gətirən aparat lazımdır. Nitqin formalaşması üçün, danışması üçün, r-nı, s-nı, t-nı, h-nı düzgün eşidib, düzgün tələffüz eləməsi üçün 8 kanallı cihaz yaramayacaq. Birbaşa 48 kanaldan. Daha güclü bir cihaz. Daha güclü bir cihaz ki, ondan sonra da biraz daha üst versiyalara çıxıb və normal şəkildə uşaqlarla ünsiyyətə girə bilsin, gələcəkdə eşitməsində problem olmasın, rahat şəkildə 17-18 yaşından sonra qulaq içi eşitmə cihazı istəyirsə, kompleks yaşayırsa, keçə bilsin. Ona görə də yəni bu belə bilinsin. Kanal sayı var, olub, olacaq və kanal sayı artdıqca səsin keyfiyyəti artır. Amma istisnalar nədir? Onların da hamısını izahını verdim. Çox gözəl, təşəkkür edirik. Deməli, bir də bu məsələ var ki, bu cihaz istifadə edənlər indi yaşlılarda da ola bilər. Təbii, özünün qulağının anatomiyasına bağlıdır, bəlkə də hardasa. Tez çirklənir, yağlanır yaxud. Onlar bəzən şikayət edirlər ki, məsələn, biz bunu hər dəfə servizə veririk, bu təmizlənsin, bunu özümüz edə bilmərik kimi, yaxud bu necə bir daha rahat yolunu tapa bilərlər ki, bunun qarşısını alsınlar. Bu, keçən dəfə bu mövzu haqqında biraz sual yarandı. Mən dedim ki, gələcək verilişlərdə, videolarda biz bu haqqda danışarıq. Bu, xarici ölkələrdə, Türkiyədə istər, Amerikada istər, bu eşitmə cihazları biraz daha yayğın olduğuna görə, yəni insanlar məlumatlıdır da eşitmə cihazından, belə deyək. Biz necə ki, məsəl üçün, eynək istifadə edən adam eynək təmizləmə bezi ilə spreyi yanında gəzdirir. Xaricdə də elədir, bunun təmizləmək üçün kisti var, xırda fırçası var, iynələr. Bunları orada yanında gəzdirir və istədiyi vaxt çıxardıb ani 5 dəqiqə, 3 dəqiqə onu təmizləyə bilir. Amma bizdə biraz eşitmə cihazları yayğın olmadığına görə, yəni hələ təzə-təzə bu başladığına görə biraz bəli, pasientlərdə suallar olur. Mən bunu necə təmizləyəcəm? Mən bunu necə istifadə edəcəm? Yox, bu əmələ gələn şey deyil, alınan şey deyil. Bəzən də görürük ki, oğlun, qızın israrı ilə eşitmə cihazı götürülür. Bu tip hallarda nə etmək lazım? Biz əlbəttə ki, bütün pasientlərə göstəririk, izah edirik, necə istifadə eləmək lazımdır, qulağı necə qorumaq lazımdır, qulağı necə saxlamaq lazımdır ki, eşitmə cihazı çirklənməsin. Amma pasientin özündən də çox şey asılıdır, bəli. Yəni, fərdi bir təmizlik olmalıdır. Bəli, eşitmə cihazını taxmamışdan qabaq, bax, keçən mövzuda da dedi, bir qurutma qabından istifadə eləsələr, bir nəm salfetdən istifadə eləsələr və daim o çirklənən yerləri biz ona göstəririk də, səsin buradan alıb, buradan ötürür, filtri buradadır, buradadır. Onları daim nəzarətdə saxlasa ki, çirk dolub, dolmuyor və yaxud qulağını hər dəfə yuyandan sonra düzgün şəkildə qurutsa, düzgün şəkildə pambıqdan istifadə edib, silib daha sonra taxsa, bu problemlər olmayacaq və eşitmə cihazı daha uzun ömürlü olacaq. Bir də bu cihazların növləri var. Deməli, biz bilirik ki, batereya ilə işləyən cihazlar var və şarj olan cihazlar var. Biz rus kəlməsi işlədirik, zaryatka deyirik. Amma yəni, elektrik enerjisi doldururuq, bəziləri batereya ilə olur. Bunların hansı üstünlükləri var? Yaxud hansı insanlar, məsəl üçün, şarj olanlardan istifadə etməlidir, yaxud batereyalardan, yoxsa belə bir qayda yoxdur, ümumən elə hamı istifadə edə bilər? Bu, yeni texnologiyaların inkişafı ilə
bu elektrikli avtomobillər, elektrikli cihazlar falan çıxması ilə bir yerdə bu eşitmə sektoruna da öz təsirini göstərdi. Başladı şarjlı eşitmə cihazları çıxmağa. İlk öncə onu bilməliyik ki, eşitmə cihazı, şarjlı eşitmə cihazları cüt satılır. Yəni tək şarjlı eşitmə cihazı yoxdur. Ola bilər ki, Çində, Tayvanda və yaxud onların saytlarında tək şarjlı satılır, amma aparıcı eşitmə cihazı markaları şarjlı eşitmə cihazlarını cüt satır. İstəyir qulaq içi olsun, istəyir qulaq arxası olsun. Bəli, yeni texnologiyalara marağı olan şəxslər və eşitmə cihazından daha çox gözləntiləri olan AirPods özəlliyi olsun, Bluetooth özəlliyi olsun, Auracast özəlliyi olsun. Daha çox özəlliklər istəyirlərsə, şarjlı cihazlarda onlar daha çoxdur. Özəlliklər daha çox. Onlardan alırlar. Amma yox, mən eşitmə cihazının bateriyası bitdi. Anında çıxarıb dəyişib qulağıma taxmaq istəyirəm. Yəni onlar üçün də pilli eşitmə cihazları var. Yəni düşünmürəm ki, bir müddət sonra, yəni bir 5 il, 6 il müddətdən sonra bütün eşitmə cihazları şarjlı olacaq. Xeyr, mənə elə gəlir ki, şarjlı da bateriyalı eşitmə cihazları daim yəni bir-birinə rəqabətdə olacaq. Və bir məsələ var ki, şarjlı eşitmə cihazlarının özünün də bateriyası bir il yarımdan bir dəyişilir. Pasientlər onları da nəzərə alsınlar. Bəli, bunun üstünlüklərini deyəndə bunun mənfilərini də demək lazımdır və yaxud biraz geridə qalan hissələrini də demək lazımdır ki, bu neçə ildən bir dəyişəcək. 2 ildən bir dəyişəcək, lap yaxşı. 2 ildən bir hansı qiymət qarşılığında dəyişəcək bu bateriya, litium bateriyalar? $90, 100 manat, 200 manat. Pasient onu vursun, hesablasın. Günümüzdəki eşitmə cihazı bateriyası bir il nə qədər ödəniş edir o bateriyaya? 2 il ərzində ödəniş elədiyi qiymətlə 2 ildən sonra dəyişdirdiyi qiymət üst-üstə düşürmü? Və yaxud arada uçurum bir fərq var. Arada katastrofik bir qiymət fərqi var. Ona görə də bunları nəzərə alsın. Bəli, əlbəttə ki. Amma çox gözəldir. Bəli, 15 dəqiqəlik şarjla 4 saat, 5 saat eşitmə cihazı işləyə bilir. Və yaxud bir tam şarjla hətta 32, 33, 35 saata qədər işləyən eşitmə cihazları çıxıbdır. Möhtəşəm. Bəli, şarjlı cihazlar çıxıb. Yenə də onların maraqlansın. Özünə lazım olan sualları mütləq mütəxəssisə versin o şarjlı cihazlarla bağlı. Bəli, Samir bəy, çox təşəkkür edirik dolğun cavablarınız üçün. Ümidvaram bütün izləyicilərimizə bu podkastımız da xoş gələcək və onlar buradan yeni məlumatlar əldə edəcəklər. Və növbəti görüşlərimizə qədər sizdən ayrılırıq. Eyni zamanda əgər suallarınız varsa, şərh bölməsinə yaza bilərsiniz. Və əgər videolarımızı bəyəndinizsə, kanala abunə olub, videolarımıza like qoymağı unutmayın. Mən də öz növbəmdə bildirmək istəyirəm ki, suallarda, yorumlarda aktiv olun. Əgər sualınız varsa, yəni ödənişli deyil, sizi maraqlandıran həqiqətən də suallar varsa, eşitmə cihazları necə taxılmalıdır, necə, hansı daha yaxşıdır ki, növbəti verilişlərdə, növbəti videolarda sizin suallarınızı cavablandıraq. Təşəkkür edirəm, minnətdaram, sağ olun.